Birinci sualımızın izahı. Düzbucaqlı, üçbucaq olan düz prizma və ölçüləri prizmanın tam səthinin sahəsini tapın. Deməli, biz oturacaqdakı üçbucaqların sahəsini tapmalıyıq. Düzbucaqlı, üçbucaq dedi deyə baxırıq. Bax, bu 5 veribsə, deməli, bu tərəfi də 5-dir. Biz də bilirik ki, kiçiklər katetdir də. Ona, yəni düzbucaq artıq buradadır. Onda üçbucağın sahəsini tapsaq, bərabərdir. 2-də 1 vurulsun, 4 vurulsun, 3, 6. Bu üçbucaqdan 2 dənə daxı bunları tapdıq. İndi bu yandakı üzü tapaq. Yandakı üzü tapmaq üçün, bax, yəni bu üzün sahəsini tapmalıyıq. Baxırıq, 3 və 12-dir də. 3 vurulsun, 12, 36. İkinci üzü sahəsini tapsaq, burada bax, bu üçbucağı tapmalıyıq. Bu 4, yenə bu uzunluğu, bu 12-dir. Hamısında 12, 12. Yəni 4 vurulsun 12. Axı biz əvvəlki dərsdə izahda da dedim ki, üçbucağın tərəflərinin hamısını bu hündürlüyə vururuq da. 4 vurulsun 12, 48. Digərdə qaldı 5. İndi baxırıq, digərinə uyğun olanda bax, bu tərəf bu üzündür. Bu üzün sahəsini tapmalıyıq. Bu da yenə 5 və 12 olan düzbucaqlıdır. 5 vurulsun. Yəni bir qayda olaraq yadda saxlayın ki, üçbucağın bütün tərəflərini bu hündürlüyünə vuracaqsınız. O da olacaq 60. Onda S o bərabər olur. 2 dənə üçbucağımız var deyə 2 vurulsun 6. Üzərinə gəl. 36, 48 və 60. 12, bu da 48. 60, 60, 120. 120 ilə də 36, 156. Yəni A variantının cavabı 156. B variantında, yenə bax, qısa yolla eləyəcəm. Üçbucağın tərəflərini 6, 8 və 10-dur. Görürsünüz, bizə dedik kiçiklər katet olur da, yəni düz bucağı buradadır artıq. Onda üçbucağın sahəsini tapsaq, 2-də 1, 8 vurulsun 6, bu oldu 24. İndi üçbucağın tərəflərini, bax, burada çəkirəm, bu üçbucağın tərəflərini qeyd edək. Neçə oldu? 8, 6 və 10 oldu. Və bu da prizmamızın hündürlüyü, bax, bu olacaq. İndi elə bilin ki, çeviriblər də prizmanı. Bu 5-dir. Hündürlüyü də 5 oldu. Yəni bu tərəflərin hər birini 5-ə vurmalıyıq. 8 vurulsun 5, 40. 6 vurulsun 5, 30. 10 vurulsun 5, 50. Biz tam səthin sahəsi isə olur 2 dənə üçbucaq var. Çünki bir dənə üçbucaq buradadır, biri də burada. Üçbucağı da 24 tapmışdıq. 2 vurulsun 24, üzərinə gəl. 40, 30 və 50. Bunları hesablayırıq. Burada 48, 40, 30, 50. Bu da 168. İkinci şəkildə isə artıq açılış formasını verib. Deməli, bax, bu düzbucaqlığını tapaq. Bu düzbucaqlığımız eni 4, uzunluğu 12. Yazdıq. 2-nin A variantı. 4 vurulsun 12, 48. İkinci, yenə bu 4'dür, 13'dür. 4 vurulsun 13 bərabərdir 52. Sonra digər burada yenə 4'dür. Bizdə katetlər oldu 5, 12, hipotenusu 13 olacaq. Çünki bax, bu hipotenusu 13. Biz elə bax, katetin birini vurmuşuq hündürlüyə. Bu hündürlüyümüz də 4'dür da. Digər kateti 13'ü də vurmuşuq 4'də. Bizim bir katetimiz qaldı da 5. Yəni 4 vurulsun 5. Çünki bunun da bu tərəfi 5 olacaq. 5 vurulsun 4. O da 20. İndi qaldı üçbucaqlar. Katetləri axı tapdıq 5 və 12'dir. Onda S üçbucaq bərabər olur. 2'də 1 vurulsun 5 vurulsun 12. Bu da 30. Onda S tam bərabər olacaq. 2 vurulsun 30. Çünki 2 dənə üçbucaqdır. 20, 52, 48. Bu da 100, 160, 20, 180. B variantında. Bu 15, burada 15. Bax, gəlin elə üçbucaqların tərəflərini tapmaqla müəyyən 15. Bu 12 katet. Bundan görürsünüz, bu buradan açılıb da. Ona görə bu olacaq 12. Onda katetlərim, bizdə dedik ki, kiçik tərəflər katet olur. 9 və 12 katetdir.
Bir dənə qaldı hündürlüyü təyin etməyimiz. Bu da hündürlüyümüz də olacaq 8. Yəni 8-i bu üçbucağın tərəflərinin hər birinə vuracaq. 8 vurulsun 12, 8 vurulsun 9, 8 vurulsun 15. Bunları hesablayırıq. Bir də bizə lazımdır bu üçbucağın sayısını tapmaq. Katetləri 9 və 12. Onda S üçbucaq bərabər olur. 2-də 1 vurulsun 12 vurulsun 9, 54. Sonra bunları da hesablayıb hamısını toplayırıq. Deməli, B variantımızın da həllini hesablamalarını açıq yazmadım. Yəni burada hesablamalarını da qeyd etdim. Cavabımız olacaq 396. A-da 180, B-də isə 396. Bu sualda deməli şəkli çəkək. Üçbucaqlı prizma. Yəni bu sualımızda oturacağı düzbucaqlı üçbucaq olan hündürlük 10'dur. Yəni bax bunlar 10'dur. Hündürlüklər hamısı eyni olur. Katetlər 3 və 4. Bu 3, bu 4. Yəni bu da 3, bu da 4 olacaq. Hipotenuz isə bu 5'dir. Bizdən istəyir yan səthinin sahəsini. Yəni biz artıq bu üçbucaqları hesablamayacağıq. Ancaq yandakı düzbucaqlıları. Yəni bayaqki kimi eləyək, üçbucağın tərəflərini hündürlüyə vuracaq. Bizdə də demək üçbucağın tərəfləri 3'ü vururuq 10'a. Çünki vursaq 10'a, bax bunun sahəsini tapmış olarıq. 30. Sonra digər üzümüz 4 və 10'dur. 4'ü vururuq 10'a, 40. Digəri isə artıq baxın bu hissədəki. Bax bu üzümüz olacaq 5 və 10. Yəni üçüncüsündə 5'i vurarıq 10'a, bu da 50. Onda yan səthi olacaq 30 üzərinə gəl, 40 üzərinə gəl, 50. O da bərabərdir 120. Dördüncü sualda bax məsələni bütöv oxuyub həll etməyin. Hissəsi oxuyaq. Düzbucaqlı üçbucaq olan düz prizmanın A, C, D, bax bu yan üz. A, C, F, D. Bax bunu verib bizə perimetri 80 olan kvadratdır. Əgər kvadraddırsa, bunun bütün tərəfləri bir-birinə bərabərdir. Yəni AC bərabərdir CF bərabərdir DF, bu da bərabərdir AD. Bunu da tapmaq üçün nə edirik? Perimetri bölürük 4'ə. Çünki kvadratın perimetri verəndə bir tərəfini tapmaq üçün 4'ə bölür. Tapdıq ki, bu 20, 20, 20 və 20'dir bunlar. İndi deyir, AC tərəfinin uzunluğu AB tərəfindən 4 cm uzundur. AC AB'dən 4 cm uzundursa, onda AB bərabər olur 20 çıxılsın 4, 16. Bu AB'ni tapdıq 16. AC, yenə bax buradan başlayırıq. AC tərəfinin uzunluğu indi BC tərəfindən 8 cm uzundur. AC BC'dən 8 uzundursa, onda BC bərabərdir 28, 12. Buranı da tapdıq 12. Artıq bizdə üçbucağın katetləri də var. Prizmanın hündürlüyü də var. Bayaqki kimi dediyimiz bu üçbucağın tərəflərini hündürlüyə vuraraq sonra üçbucaqların sayəsini taparaq tam səthin sayəsini hesablaya bilərik. Burada deyir ki, ABC, yəni bax bu bucağımız düz bucaqdır. Onsuz da onu yazmasaq da belə düz bucaqlı üçbucaq demişdi. Bizə verdik ki, kiçik tərəflər katet olur da. İndi deyir, prizmanın hündürlüyünü tapın. Birinci sualında prizmanın hündürlüyü olacaq 20. Bunun cavabı 20. Buraya yazıram 1. Bu bunun cavabı. İkinci. ABC və üçbucaqların sahələri cəmini tapın. İkinci. SABC bərabər olur. 2'də 1. Katetləri 16 və 12. Yəni 8 vurulsun 12, 96. Bizdən də cəmini istədi. Bu üçbucaqlar da bir yaxı kongruentdir. D, Y, F də 96 olacaq. Onda bu ikisini toplasaq 96 üzərinə gəl 96, 192. Yəni artıq aldıq bu üçbucaqların sahələri cəmi 192. İndi üçüncü sualda ABYD, ABYD bu arxa üzü.
Buranı verib bizə. Bax A, B, Y dedi bunu. Mavi renklə qeyd etdim. Və B, Y, F, C düzbucaqların perimetrlərini tapın. İndi üçüncü P, A, B, Y, D-ni tapmaq istəyirəm. Baxıram, bunun eni 16, uzunluğu 20. Düzbucaqlı olduğuna görə 2 vurulsun 16 üzərinə gəl 20. Yəni 2 vurulsun 36, bu da 72. İndi B, Y, F, C-ni istəyir. Bunda başqa bir bax, bunu istəyir. Bu B, Y, F, bunda P, B, Y, F, C bərabərdir. 2 vurulsun. Tərəfin biri 20, biri də 12. Yəni 12 üzərinə gəl 20. 2 vurulsun 32, o da bərabərdir 64. Bu da üçüncü sualımızın həlli. İndi prizmanın tam səthinin sahəsini tapın deyir. Bu şeyləri silim. Dördüncü sual. Tam səthin, bax, katetlərimiz, katet 16, digər katet 12, bu dördüncüsünün izahı, hipotenuz 20, hündürlüyümüz də 20. Onda tam səthi tapanda nə edirik? Dedik, axı üçbucağın bütün tərəflərini bu hündürlüyə vuraq. 16 vurulsun 20, üzərinə gəl. 12 vurulsun 20, üzərinə gəl. 20 vurulsun 20. Bir də üzərinə gəl üçbucağın sahəsini. 2 dənədir deyə 2 vurulsun yazacağım. 2-də 1, 16 vurulsun 12. O da bərabər. Bax, burada hər birində 20-ni mörtəzi xaricinə çıxarıb 16, 12, 20. Üzərinə gəl. 2 ilə 2-də 1 də ixtisar oldu. 16-nı da 12-yə vuraq və digər hesablamalarımızı da yerinə yetirək. Və hesablamamızı apardıq. Deməli, tam səthin sahəsi oldu. S tam bərabərdir 1152. Yəni, bu da dördüncü sualımızın həlli. Mebel ustası zal üçün şəkildə göstərdiyi kimi paltar dolabı. Baxırıq ki, dolabımız kuboid formasındadır. Yəni, kuboidimizi çəkək. Bu formada da dolab. Dolabın uzunluğu 2, eni 2 metr. Bura 2. Bura 2 metr. Eni 60 santimetr. Onu da metrə çevirsək, 60 santimetr 100-ə bölsək, olacaq 0,6 metr. Yəni, bu hissəmizdə 0,6 metr. Hündürlüyü isə 3-dür. Bu da 3. Dolabın daxilindəki plastik matrikənalları isə taxtadandır. Yəni, üstü taxtalardan hazırlanıb. Taxtadan istifadə edib. Birinci sualımız, usta neçə metr taxtadan istifadə edib? Deməli, biz bunun tam səthinin sahəsini tapmalıyıq. Kuboidin tam səthinin sahəsini tapmalı bilirik. S tam bərabərdir 2 vurulsun AB, AC və BC. Məsələn, biz burada A bərabərdir 2 deyək, B bərabərdir 0,6, C bərabərdir 3. Qəbul etsək, yerinə qoyaq. 2 vurulsun, 2 vur 0,6 üzərinə gəl. 2 vurulsun 3, üzərinə gəl 0,6 vurulsun 3. Bunu da hesablayırıq. Birini tapdıq ki, deməli, bunun tam səthinin sahəsi 18 kvadrat metrdir. İkinci suala baxaq. Taxtanın 1 kvadrat metrinin qiyməti 1 kvadrat metr 12 manatdır. Olarsa usta taxtaya nə qədər pul vermə? Bizdə də 18 kvadrat metrdir deyə 18-i vururuq 12-yə. Bu da oldu 216 manat. Yəni ikinci sualımızın cavabı 216. Üçüncü. Dolabın görünən hissəsinə mebel rəfində vinil üzlük çəkmək istəyir. Neçə kvadrat metr vinil lazım olacaq? Baxırıq, görsənən hissəsi hansıdır bizdə? Bu ön üzü. Görsənən hissəmiz bax budur, bu ön üzü.
Bunun sahəsini tapsaq, üçüncü sualımız 2 vur 3 bərabərdir 6. Sonra görsənən hissəmiz, bax bu kənardakı bu hissəmiz. Bu da oldu 3 vurulsun 0,6, yəni 1,8. Başqa görsənən yoxdur. Mebel vinil çəkmək istəyir. Neçə kvadrat metr vinil lazım olacaq? Bizə 6 ilə də 1,8-i toplasaq, bu da olacaq 7,8 kvadrat metr. Dördüncü sualımız, dolab yerdə və divarlarda nə qədər sahəni örtəcək? Yerdə baxırıq, bax bu hissədir yer. Nə qədər olacaq? 2 vurulsun 0,6, yəni 1,2. Və divarlarda deyir. Divarlarda bir bu arxa divarı tutacaq, bax bu hissəmiz. Bu arxa divar, qırmızı ilə getdim. Bu da 2 və 3. Yəni arxa divar 2 vurulsun 3, 6. Bir də bu yandakı divar tutacaq da. Bu yan divarımız. Bu yan divarda bu 0,6, bu da 3'dür. Yəni yan divar 3 vurulsun 0,6, bu da 1,8. Dolab yerdə və divarlarda nə qədər sahəni örtəcək? Bunları cəmləyə edə bilərik. Deməli oldu. Yerdə 1,2, arxa divarda 6, yan divarda 1,8. Altıncı sual. Anar ölçüləri kuboid formalı, Samir isə kub formalı karton. Anar nə qədər kartonda? Deməli biz bunların tam səthinin sahəsini tapmalıyıq. Anarı tapsaq, anar kuboid formasındaydı. Yəni A bərabərdir 18, B bərabərdir 10, C bərabərdir 12. Tam səthi olur 2 vurulsun AB, üzərinə gəl AC, üzərinə gəl BC. Bunu da hesablayaq. Deməli, anarı hesabladıq. 1032 kvadrat santimetr. İndi Samir nə qədər istifadə etdi? Bu birincisi. Anar. İkinci Samir. Samirdə isə kuboid idi deyə A bərabərdir 12. Daha doğrusu 15 tərəf 15. Hepsini qarışdırdım. Kuboidin də tam səthinin sahəsi 6A-nın kvadratıdır. Yəni 6 vurulsun 15-in kvadratı, 6 vurulsun 225. 6 da 225'e vurduq. 1350 santimetrin kvadratı. Üçüncü sualda isə bu üçüncü. Anar qutunun uzunluğunu 3 santimetr azaltsaydı. Uzunluğu biz A ilə işarət A bərabərdir 18. İndi 3 santimetr azaltdı, oldu 15. Nə qədər kartondan istifadə edərdi? Yenə A'sı 15, B'si 10, C'si 12 olan tam səthinin sahəsini tapacaq. S bərabərdir 2 vurulsun 15 vur 10, üzərinə gəl 15 vurulsun 12, 10 vurulsun 12. Bu da bərabərdir. Bu da hesabladıq, oldu 900 kvadrat santimetr. Növbəti dördüncü sualda isə Samir kubun tilini 3 santimetr artırsaydı. Deməli Samirdə kubun tili 15 idi, 3 artırdı, oldu 18. Ona daha nə qədər karton lazım olardı? Onda S tam bərabər olur 6A'nın kvadratı, 6 vurulsun 18'in kvadratı. Yəni 18 o 324, 6 vurulsun 324. Bunda 6'ya vursaq 1944. Və biz əvvəlkində Samirin əvvəlki tərəfi 15 olanda nə qədər karton lazım olduğunu tapmışdıq, 1350. Bizə dedik ki, nə qədər artıq karton lazım olardı. Onda 1944'dən çıxarıq 1350'ni, yəni 594 kvadrat santimetr.
7-ci sualda 7. Taxtadan və hazırlanmış kuboidin üzərinə tilinin 22 kub qoyulmuşdur. Üstünə qoyulub. Ölçülərə görə hesablayın. Kubların və kuboidin hər birinin ayrıldığı tam səthini. Kuboidi baxırıq. A-sın 70. Bura A olsun. 3 ölçüsü lazımdır. Bu hündürlük 40. B-si 40. Eni də bunun üstünə axı deyir kub qoyulub. Bu kubdursa hamısı eyni olacaq da 20-20. Onda bunun da bu tərəfdə 20 olur. C-sini də 20 yazsaq. Bunu hesablayaq. Demək kuboidi tapdıq. İndi kubları da kubların isə tərəfi A bərabərdir 20-dir. Yəni S tam bərabər olur. 6A-nın kvadratı 6 vurulsun 20-nin kvadratına. Demək kubun da biri 2400 kvadrat santimetr, onda ikincisi də 2400. Bu kuboidinki oldu, bu da kublarınki. Modelin tam səthinin sahəsini hesablayan. Burada da nə edəcəyik? Deməli, ümumi kuboidin 10.000 üzərinə gəl. 2 vurulsun 2400, çünki 2 dənə kub var. Sonra bu oturacağının sahəsini çıxacaq. Bax, bunlar da 20 vur 20 olacaq. Çünki bax burada, bax, bu oturan hissəni mavi çəkdim. 20 vur 20 oturacağın sahəsi. Bax, orada bərabərdir. Yox, daha doğrusu bundan çıxırıq. Bunun oturacağının sahəsi, bax, buranı belə çəkdik. Bax, bu 20-20'dir. Yəni 20 vurulsun 20. Bunun hər ikisindən çıxacaq da kuboiddən də bunu çıxmalıyıq. Eyni qayda ilə bu tərəfdə də bunu çıxmalıyıq. Deməli bu 20 vur 20-dən 4 dənədir. Çünki ikisini burada çıxacaq, ikisini də bu hissədə. Yəni 4 vurulsun bunu çıxsaq. Bunu da hesablamalıyıq. Bunu da hesabladıq. Burada çıxma işarəsi də. O da oldu 13.200 kvadrat santimetr. 8-ci sual. Şəkildə verilmiş model kub və oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın üst-üstə qoymaqla düzəldib verilən ölçülərə görə bu modelin səthinin sahəsini hesabla. Kubdur, aşağıdakı kubdur. Birinci kubun səthinin sahəsini hesablayırıq. 6 vurulsun A-nın kvadratı. Kubun da A-sı tilini verib 12. Yəni 6 vurulsun 12'nin kvadratı. 6 vurulsun 144. Hesabladıq oldu 864 kvadrat santimetr. İndi bu bizə dedi ki, axı düzbucaqlı üçbucaqdır. Bu 12'dir. Deməli burada 12 olacaq. Axı kubuydu. Bax, bu düzbucaqlı üçbucağın yenə yazıram. Katetləri verilib 16. Bu biri katet 12. Hipotenozu verib 20. Bu hündürlüyü də həmin o prizmanın hündürlüyü bax bu hissə olacaq. Bu hissədə kubun tili olduğuna görə 12 olacaq. Hündürlüyü də 10 bərabərdir 12. Bunun tam səthinin sahəsini tapanda indi üçbucağı tapırdıq. Üçbucaq bərabərdir 2-də 1. Katetlər 16 və 12. Yəni 8'i vurduq 96. Sonra da nə edirdik? Bir-bir üçbucağın tərəflərini bu hündürlüyə vururduq. Yəni 16 vur 12 üzərinə gəl. 12 vur 12 üzərinə gəl. 20 vurulsun 12. O da bərabərdir. Burada hər üçündə 12 var deyə 16, 12 və 20. Bunu hesablayaq. 576 oldu və bu 576'nın üzərinə gəlməli 2 dənə üçbucağı. 2 vurulsun 96. Yəni 768. İndi bunların hər ikisindən sahəsini toplayırıq. Biri 864 oldu, biri 768. Deməli S ümumi bərabər olacaq. 864 üzərinə gəl 768. Bu oldu 1632. İndi hər ikisinin toxunduğu hissəsi nə oldu?
12, 12 bax bu hissədə 12 vur 12 ikisindən də çıxacaq. Yəni bu 1632-dən çıxırıq. 2 vurulsun 12 vurulsun 12-ni.